Salam dostlar. Bugün sizinle ikinci bir korkulu ev vloguyla sizlerle olacağım. Gedirəm evimizə. Qarşıda Hüseyin var. Qarşıdan gedir. Qabaqdan. Mən də arxasıca evimizə doğru gedirik. Daha önce çəkdiyimiz korkulu ev vlog birincisi ilə eyni küçənin arxası hissəsində, yəni onun həmin küçənin arxa hissəsində yerləşir. Və biz artıq o evə çatmaq üzrəyik. Artıq bir konumla gəlmişik biraz. İndi devam edirəm yola. Devamını çəkəcəm. Dostlar, yəni evimizə gəlib çatdığımız anda gördük ki, burada bir itlər var və itlərin, yəni yazıq itlərin anaları rəhmətə gedib. Yəni ölüb. Allah rəhmət eləsin. İndi içəriyə girək. Evimiz buradır. Artıq içinə yaxınlaşıram. İçinə doğru. Ama buradan dəhşət bir pis bir iy gəlir. Dostlar, evimiz buradır. Yavaş yavaş. Hüseyin, gəlirsən? Gələcəm. Bismillahirrahmanirrahim. Bismillah. İşte. Değerli dostlar, ben görüntülerimi elde ederim. Bir de Mehmet Sincir'i. Ayakkabı var burada. Çok ayakkabı. Hiç üretim görüntüler değil. Kötü var burada. Hiç şey olmuyor. Çok toz var. Rütubet çift. Dostlar, iskelenet yiyeceğiz. Kesin orada oturdu bak. Transfer tadı. Doktor. Gel. Ne yaptın? Hiç ne? Değil. Ben başka bir şey söyleyeyim. Bu neydi? Evet. İçinde kırmızı bir şey var. Tövbe. Estağfurullah. Çorap var. Vay, çorap var. Estağfurullah. Adam da soğukuyla ola burada. Geç çıxarsan. Ay, hiç üretsen bilirsən. Dostlar, bu qədərdir. Gözle. Allah, sen olacaqsan. Bir tane otağa bakmadık, gözle. Əlbəyin narahatdır. Baxdıq hamısına bax. O, heç üretsen deyil. Məkkeyə Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Bismillah.